Salam, hörmətli tamaşaçılar. Bugün iqtisadi gündəm, faiz qərarları, bazarlardakı enişlər və qızılın qiymətindəki rekord artımla yadda qalıb. Əvvəlcə anonslar, daha sonra isə bütün detallar bizdə. Qızılın qiyməti 3357 dollara çataraq yeni tarixi maksimuma yüksəlib. Bazarlar niyə bu qədər həyəcanlıdır? Avropa və Türkiyə mərkəzi banklarının faiz qərarları bazarlara necə təsir etdi? Amerika Birləşmiş Ştatlarının İran neftinə qarşı sanksiyaları Brent və WTI qiymətlərində 2%-dən çox artıma səbəb oldu. Proqnozlar necədir? Qiymətlər artmağa davam edəcəkmi? Ümumdünya Ticarət Təşkilatı 2025-ci il üzrə qlobal iqtisadi artım proqnozunu azaldıb. Ticarət göstəriciləri həyəcan təbili çalır. Bəli, əziz tamaşaçılar, hazırda qızılın spot qiyməti bir unsiya üçün təxminən 3338 dollar 81 sent səviyyəsindədir. Bugün səhər saatlarında qızılın qiyməti 3357 dollar 40 sent ilə yeni tarixi maksimuma çatıb. Lakin sonradan investorların mənfəət götürməsi nəticəsində bir qədər geriliyib. Buna baxmayaraq qızıl bu həftə ərzində 3%-dən çox, ilin əvvəlindən isə 27%-dən artıq bağlaşıb. Bu artımın əsas səbəbləri arasında Amerika Birləşmiş Ştatları və Çin arasında ticarət gərginliyinin artması, ABŞ-nin strateji mineralların idxalına qarşı yeni tariflər tətbiq etmə ehtimalı və dolların zəifləməsi göstərilir. Analitiklər qızılın bu yüksəliş tendensiyasının davam edəcəyini proqnozlaşdırırlar, baxmayaraq. Bəli, əziz tamaşaçılar, yaxın dəqiqələrdə isə Avropa Mərkəzi Bankı da faiz qərarını açıqlayacaq. İqtisadi durğunluq, zəif istehlak göstəriciləri və ABŞ ilə ticarət gərginliyi fonunda verilən bu qərar Avrozonada pul siyasətinin istiqamətlərini müəyyən edən əsas addımlardan biri hesab olunur. Bazarlarda qərarların əks sədası artıq hiss olunmağa başlanılıb. İndi isə bu qərarların iqtisadiyyata, investor gözləntilərinə və ABŞ-Avropa İttifaqı münasibətləri fonunda Avropanın maliyyə sabitliyinə təsirini dəyərləndirəcəyik. İndi Almaniya bağlanırıq və iqtisadçı Murad Cəlalovun fikirlərini eşidəcəyik. Murad bəy, görək sizi. Bəli, eşidirik, efirdəsiz. Buyurun. Salam, hər vaxtınız xeyir. Elə qarşısında dayandığım İCB, Avropa Mərkəzi Bankı yaxın dəqiqələrdə artıq faiz dərəcələri ilə bağlı qərarlarını açıqlayacaqlar. İnflyasiyanın artımını nəzərə alsaq deyə bilərəm ki, faiz dərəcələri çox güman ki, yüksəldilsin. Bu, ona görə də faiz dərəcələrinin artırılması inflyasiyanın qarşısını almaq üçün atılan ilk addımlardan biridir. Amma burada əsas xüsusi olaraq bir nüansı nəzərə saxlamaq lazımdır ki, əgər inflyasiya uzun zaman kəsiyi ərzində və yüksələn xətt üzrə davam edərsə, faiz dərəcələrinin daimi olaraq artırılması birbaşa olaraq ölkə iqtisadiyyatına ziyan verə bilər. Xüsusən də Avropanın, ələxüsusi olaraq Almaniyanın enerji böhranını və enerji təchizatında zəncirindəki bu problemləri nəzərə alaraq faiz dərəcələrində daimi olaraq artırılması birbaşa olaraq ölkə iqtisadiyyatının tənəzzülə apara bilər. Bu da heç Avropa, xüsusən də Almaniya üçün rəqə açan bir nəticəyə gətirib çıxartmaz. Təşəkkür edirik, çox sağ olun məlumat üçün. Bəli,